Hamıya salamlar, hamınızı xoş gördük. Bugün getdim məktəbə yenə. Məleykəmin sinifində Novruz bayramı keçirdilər. Novruz bayramı deyəndə belə də hərə bir-iki yumurta, belə şirniyyat gətirmişdi. Uşaqlar oturdular, yedilər. Mən də getdim ki, onların şəklini çəkim, videolarını çəkim. Yadigar qalsın inşallah. Rəna da məktəbə getməmişdi, başı ağrırdı səhər, ona görə getmədi. Sonra mən gedəndə dedi ki, mama yaxşıyam, dedim elə gedək. Elə bu da öz sinifində otursun, dərslərdə qulaq assın. Sonra mən gələndə məndən gələr. Valideynlər də çox sağ olsunlar, belə gözəl xonçalar düzəltmişdilər. Hamısı çoxlu yumurta boyuyub göndərmişdi. Hər şey var idi, şükür, çox gözəl alındı. Uşaqlar üçün belə xonçalar düzəltdik. Uşaqlar çox sevindilər. Yumurtaları döyüşdürdülər. Şirniyyatlardan yedilər. Əsas odur ki, uşaqlar sevindilər. Uşaqların hamısının şəkillərini çəkdik. Milli paltar gətirmişlər. Qızlara da, oğlanlara da geyindirdik. Qəşəng şəkillərini çəkdik. Çox gözəl videolar, şəkillər alındı. Sizinlə bir şey bölüşmək istəyirəm. Əgər yadınızdasa 1-2-3 vlogumundan qabaq mən buranı demişdim ki, Sara yazıb. Nəylə təmizlədim, getmədi. Bir izləyicim var, o mənə bunu göndərdi, çox sağ olsun. Dedi bu aparmalıdır, ruçka ləkəsini paltardan aparır. İndi bunu istifadə edim, görün bu aparırmı? Amma aparır elə bir, az da olsa aparır. Elə bir rəngi gedir. Belə kamerada elə də düşmür. Amma belə eləyirəm, görürəm ki, elə bir gedir. Sadəcə çoxlu eləmək lazımdır ki, getsin. Amma aparır elə bir. İndi mən bunu təmizləyim. Sizlə də bölüşərəm. Sonradan ki, nətəri oldu. Amma elə bil ki, aparır. Rəngini açır ruçkanı. Sadəcə çoxlu sürtmək lazımdır belə. Hə, aparır. Aparır, rəngi bozarır elə bir. İnşallah təmizləyim. Sizə də göstərərəm ki, necə oldu. Kamerada elə də düşmür getməyi. Amma gedir. Elədikcə gedir. Rəngi açılır. Bugün şəkər burada elədik. Çünki şənbə günü paxlavanı eləmişdik. Çatdırmadıq şəkər buranı eləməyə. Bugün elədik. Elə yaxşı ki, belə elədik. Çünki hər il biz eyni gündə eləyirdik. Şəkər buranı da, paxlavanı da. Çox çətin olurdu. Uşaqlarla da lap çətin olurdu. Bütün günümüz ona gedirdi. Amma belə hərəsini bir gündə elədik. Çox rahat oldu. Çox da asan. Elə Saranı yatırdım günorta. Başladıq. Şəkər bura artıq bişənə yaxın Sara oyandı. Çox sağ olsun ki, yatdı. Biz də rahat işimizi gördük. Burada Rənanla Məlikə də bizə kömək eləyirlər, sağ olsunlar. Amma hərdən bizi hirsləndirirlər, xəmirləri xarab eləyirlər. Elə deyirlər ki, verin biz eləyək. Amma xarab eləyirlər, yaxşı eləyə bilmirlər. Hələ ki, naxşı da bir-ikisini verdim ki, onlar da eləsinlər. Gördüm, yox, heç eləyə bilmirlər. Pis eləyirlər, xarab eləyirlər əksinə. Ona görə dedim ki, yox, ondansa verin elə özüm eləyim. Siz elə sadəcə baxın, öyrənin. İnşallah yekələndə kömək eləyərsiniz bizə. Burada qaynanam qırağını bükür şəkər buranın. O yaxşı bükür deyə. O bükür qırağını həmişə. Mən də naxışlarını qoyuram. Şəkər buranın üstünə gül də kəsdik. O gül kəsənlərlə kəsdik. Gül də qoyduq. Amma o muncuqlardan almamışdım. Yadımdan çıxmışdı. Elə şəkər buranı eləyəndə yadıma düşdü ki, muncuqlardan almamışıq. Ona görə mixəklə qoyduq. Amma elə yaxşı ki, mixəklə qoyduq. Onunla batırıram üstünə. Gördüm ki, bu dəfə bişəndə düşmədilər. Yaxşı da qaldılar üstündə güllər. Amma muncuqla eləyirdim hər il. Düşürdülər. Bişəndə artıq çıxardanda duxovkadan görürdüm ki, üstündən düşürdülər, durmurdular üstündə. Amma mixəklə batırdım gülləri. Həm qəşəng görsəndə ortasında elə bir ki, güldü, ortasında da qara qəşəng görsəndi mixək.
Yəni dedim bəlkə sizə də fikir olar, eləyəndə siz də belə eləyin. Çox da qəşəng görsənir və güllər də düşmür, üstündə qalır. Və bu gün yenə yumurta da boyayacağam, çünki sabah Rənanın sinifində də uşaqlar biraz istəyirlər, əylənsinlər, yumurta döyüşdürsünlər. İndi hərə evində nə var şirniyyat qoyar, uşaqlar yeyərlər, əylənərlər, bayram keçirərlər inşallah özləri üçün. Siz də bu vloqu izlədiyiniz üçün çox sağ olun. İnşallah sabah görüşərik. Çox sağ olun.